Dərsimiz ağır klaslı təsir altında hərəkətdir. Yəni bunu qeyd eləmişdik, indi qeyd eləyək ki, bu mövzu əslində əlavə bir mövzu deyil. O düz xətti hərəkətdə dediyimiz o 10 dənə düstur var. Yəni o düsturların hamısı yox. Yəni bəzisi bəlkə 6 dənəsi falan. O düsturların sadəcə yerində bir məntiqi dəyişikliklər aparacağıq. O dəyişikliklər səbəbindən yaranan bəzi düsturlar olur ki, bunlar da fizikada olduğu qədər lazım düsturlar. Yəni götürəndə oldu. Yəni ondan heç bir fərqi yoxdur. Biz demişdik ki, başlamadan əvvəl bunu iş mövzusuna demişdik, riyazi anlayışlar demişdik ki, tək boyutlu hərəkət var, yəni bir ölçülü hərəkət var, iki ölçülü hərəkət var. Yəni üç ölçülü də hərəkət var. Bu üç ölçünün arasındakı düz fizikada üç ölçüyə çox girmirik, yəni orta matematikasına girmirik. Yəni bunun ölçüləri fərqi nədir? Sualın cavabı budur ki, tək ölçülü o deməkdir ki, sən ancaq bir istiqamətə gedə bilərsən. Sən yuxarı hoppana bilmərsən, bura gedə bilmərsən, böyrə gedə bilmərsən, tərəfə gedə bilmərsən, ancaq bir istiqamətə gedə bilərsən. Amma tək ölçülü budur. X istiqamət. X-lə nə edirik? İşarə edirik. İki ölçülü amma həm X var işin içində, həm də X və Y də var. X var, Y var. Bu cisimə nə sağlayır? Cisim hərəkətdə sərbəstləşdir. Cisim ta. Belə də gedə bilər, yuxarı hoppana da bilər, düşə də bilər. Yəni hoplamaq şansı yoxdur ki, onu hoppana da bilərsən, əllə də bilərsən. Amma belə deyir ki, yox. Heç cür hərəkət edə bilməsən, ancaq belə gedə bilərsən, ya da belə gedə bilərsən. İndi bir də var ki, üç ölçülü düzdür. Yəni bunu riyaziyyatda görürsən daha çox və fizikada da orta metodda görməyəsən. Y, X-dir. Bir də belə bir dənə Z daxı var. Bu da nədir? Artıq böyrə gəlmə də qurban var. Bu tərəfə də gəl, böyrə də gələ bilərsən, yuxarı toplana bilərsən. Gedərsən ki, indiki həyatımız üç ölçülü bir dəqiqə. Dörd ölçülü də var, amma insan birini təsəvvür edə bilmir. Yəni bizim kainatda dörd ölçülü deyirlər ki, yoxdur. Görmür. Yəni indiki həyatımız üç ölçülüdür. İki ölçülü var, tək ölçülü var. İndi biz həmişə tək ölçülü ölçüyə baxırdıq ki, yəni cismin burdadır, tutaq ki, maşın buradaydı falan filan deyəndə həmişə tək ölçülüyə baxırdıq ki, bu gedir bura, qayıdır gəlir bura falan filan. Amma indi bir şeyə baxırıq ki, bəs yuxarı atılsa cisim nə olar? Yəni iki ölçülüyə keçəcəyik indi. Çox dəyişiklik olmur. Zaten burada iki ölçülüyə keçirik. Amma X ox istiqamətində hərəkəti sıfır eləyir yenə də. Yəni əvvəldə Y ox istiqamətində hərəkəti sıfır eləmişdik, amma indi X ox istiqamətində hərəkəti sıfır eləyir ki, cisim ancaq belə tutaq ki, belə deyilmi? Ancaq belə yerə atıla bilər. Yəni cisim belə atılmayacaq. Belə atılsaydı həm X var idi, həm Y var idi. Amma təkcə belə atılıb Y var, bu da ki, çox sadələşdiricidir. Birinci olaraq, yəni bunun üç hissəsi var. Əslində 5 hissədir bu ağırlıq və təsir altında hərəkət. 5 hissədən ibarətdir. Amma biz sadəcə üçün keçəcəyik ki, imtahan üçün düşür. Hansılardır? Biri sərbəst düşmə hərəkətidir, sərbəst düşən cismin hərəkəti. Birincisi V0 sürəti ilə aşağı atılan cismin hərəkəti. Elə bil ki, biri var sərbəst düşməlidir. Bu cismi belə buraxırsan yerə. Biri var buradan yumruğunu vurarsan elə yumruqla düşəcək yerə. Orada cismin hərəkətinə baxacağıq. Biri var yuxarı atılan cisim, şaqqa yuxarı deyirlər buna. Atacaq yuxarı, geri düşəcək yerə, onun hərəkətinə baxacaq. Ondan sonra bir də var üfüq hərəkətindən var, buna baxmayacaq. Üfüq hərəkəti nədir? Onu da iki nəvə. Bir var belə atırsan, bir də var belə atırsan. Onlar var, onlar ama orta metrede düşmür. Onun için yani onu izah etmeyecek. Bir sərbəst düşən cismin hərəkəti ya da ağır buraxdılar. Öncə təsvir edək bunu. Tutaq ki, bu yer səthidir. X oxusunda Y istiqamətində öndürülükdür. Belə bir cismi buradan buraxdıq, nə edəcək? Belə tam buraxdıq, gəl düşəcək yerə. Yəni buradan buraxanda bunun sürəti, başlanğıc sürəti V0 bərabər nə olur? 0 olur. Yəni sərbəst düşür. Yəni adı üstündə deyirik ki, sərbəst düşür. V0 nə olmalıdır? 0 olmalıdır bunun. Ondan sonra bunun bəs təcili nə olur? Görün biləcəksən. Təcili nə olar? Təcili təbii ki, kökə atacaq. Billə yox, ümsət yox. Təcili nə olar? C olar. C. A deməyəcək burada. C deyəcək. Niyə? Çünki təcildir də. Yəni sərbəst düşmə təcili. Onun adı da buradan gəlməsidir. Sərbəst düşmə təcili demirim C-yə. Budur. Yəni bildiyimiz təcil. Yəni təcil nə idi? Vahid zamanda cismin sürətdən nə qədər sürət qazandığıdır.
Yəni sürətin nə qədər dəyişdiyi təcil. 1 saniyədə sürət nə qədər dəyişir. İndi G ilə 10 demək o deməkdir ki, 10 metr bölü saniyədə G bilirsən. Yəni o deməkdir ki, sərbəst uçan cisim hər 10 saniyədə, hər 1 saniyədə sürətini 10 qədər dəyişdirəcək. Yəni 20-dən tutaq ki, düşdü, 20 metrin hündürlükdən düşürsə nə olar? 1 saniyədə ha, yerin altından geri çıxmadı da. Yəni ümumiyyətlə də düşəndə birinci saniyədə sürəti əgər sıfırdırsa, düşəcəklik olar da var təbii ki. İndi bu ağır press təsiri altında hərəkət falan da var. Var da. İndi burada təcilimiz nə olur? Aşağı sıxıntı getirək. G olur. Burada nə? G. Belə bir vektorial da göstərilir. Birdən də belə bir şey var ki, bunun bura nə deyərəm? Y0 deyərəm. Əvvələ x0 deyirdim, yadın düşür. X0, burada da y0 deyə demək mümkündür. Və düşdüyü yerdə son olaraq nöqtədə y olacaq, o nəysə. İndi belə bir şey deyək ki, indi bu cismin istənilən andakı koordinatı bizə lazımdır. Əvvəllər yadına düşürsə, x ox istiqamətində olanda, cismin koordinatına baxırdıq. X nəyə bərabər idi bəs burada? Yox, x0 üstə gəl. V0-d üstə gəl. AT kvadratı bölünsün 2. İndi gəl bunu burada quraq. X yerinə y yazacağıq. Burada koordinatın üstündür. Buraya yazır ki, bir koordinat. Koordinat. Y, x yerinə y oldu. Bərabərdir. Y0, y0. Üstə gəlsən, V0 0 idi. V0 0 idi, onda bunu yazmayacağıq. Ondan sonra üstə gəl, nə? Üstə gəl yox, burada çıxaq yazacağıq. Səbəbi də var. Niyə? Çünki təcil mənfidir axı. Təcil mənfi istiqaməti. Bunun müsbət istiqaməti buradır, mənfi istiqaməti buradır. Ona görə də təcil aşağı yazırıq ki, aşağı olduğu üçün aşağı istiqamətdə. Ona görə mənfi olur. Ona görə də burada nə çıxılsın? G. T kvadrata bölünsün ki. Gördüyün kimi düz surda sadəcə A-nın yerini dəyişsin. Burada bilirsən A-nın yerini dəyişsin. Yəni x-in yerinə şey qoyursan, A-nın yerini dəyişsin. X-in yerinə y, A-nın yerini dəyişsin. Koordinatın düsturu gördüyün kimi buradan alınır. İndi nə seçəcəyik? Bu cismin sürəti var. Sürəti haqqında danışaq. Əvvəllə yer dəyişməsini deyək, birincə yer dəyişməsi. Yer dəyişməsi nə olur? Yəni bu çox sadədir əslində. Bunu əvvəllər S-lə işarə edirdik, onlar gəlirsə. Amma bunu H-lə işarə edirik. Çox dəyişiklik olur. H-lə istifadə edirik. H nəyə bərabərdir? Nəyə bərabər idi bizə? S nəyə bərabərdir? V0 T üstə gəl AT kvadratı bölünsün 2 idi. Bildiyiniz burada x yox idi. V0 da getdiyinə görə GT kvadratı A yoxdur. Yəni GT kvadratı bölünsün 2 bizim öndürüyümüzün üstüdür. Və öndürüyün bir dənə də düsturu var idi. Yadına gəlirsə, bir dənə də S-in bir dənə də düsturu var idi ki, V çıxılsın, V kvadrat çıxılsın, V0 kvadrat bölünsün 2A idi. 2A idi. V0 getdi, A doldu ki. Yəni bir dənə H da bərabərdir, bir dənə düstur deyə bilərik ki, bura nədir? V kvadrat bölünsün 2G. Bu qədər. Yəni yerləşmənin düsturu bu qədər. Var, sürət var. Sürət haqqında danışaq. 3 sürət. Dediyimiz kimi başlanğıc sürətimiz 0-dır. Amma yəni cismi buraxırsansa, get-gedə təcili var deyə sürət qazanır. Yəni kosmosda G yoxdur deyə, təcil yoxdur deyə. Bunu buraxsan da hətta belə də qalır elə. Amma yer kürəsini buraxsan təcil var deyə düşdü yerə. Düşdü yerə. İndi o düşəndə bunun müəyyən qədər sürət qazanır. Sürəti var daha doğrusu. Müəyyən bir düşürsə, əlim buraxandan sonra bu sürət oldu. Bu sürət nəyə bərabər imiş? Sürət bərabərdir. Bunun 2 yöntəmi var. 2 dənə yöntəm yox, 2 dənə düsturu var sadəcə. Yəni biri nəyə bərabərdir? X ox istiqamətində baxaq ki, yəni bir qanun qarşılığı ölkəmiz ki, qarşı olsun. V nəyə bərabər idi? V0 üstə gəl AT idi. Burada X ox istiqamətində V0 üstə gəl AT.
Bu da V, yəni V olur. Yəni gördüyünüz kimi V olur. Gedir, GT. GT sonundur. Hə, qalır V bərabərdir GT. Bir dənə də düstur var idi. Bir dənə də düstur var idi ki, V bərabərdir. Kök altında V0 kvadratı üstə gəl 2AC. As demiş, as dedi. Ha, ha, V0 yazmayacağıq. Aha, kök altında 2 G. GS yox. GH. S-in yanına H qoymuşlar. Bildi ki, əslində yəni bu düstur ola bilər. Baxsan, öyrənəməyəsən. Çünki deyirsən ki, ay da aman tanrım, nə qədər düsturdur. Amma fərqindəsənsə bu düsturların hamısını əvvəlcədən bilmişik. Əslində olan öyrənməmizin heç bilirsin. Amma yəni hamısı keçində bildiyimiz düsturlar sadəcə bura yerinə qoyaraq düstur yapdı ki, bunları çox görəcəyik. Bax bu düsturlar var, indi deyirik çox sıxılan. Sürtünmə qüvvəsinin təsir altında hərəkət var, nar qüvvəsi qutardan sonra sürtünmə qüvvəsinin təsir altında hərəkət var. Yəni bir çox hərəkətlər var, hamısını bu düsturlar bir-bir yazılacaq. İndi sürət də belədir. İndi bir dənə də var, əslində düşmə müddəti var ki, bu cismi bıraxsansa müəyyən zaman sonra yerə düşür. İndi ona baxaq. 4 zaman da yaza bilərik. Düşmə müddəti də yaza bilərik. Zaman yazarıq. Zaman yazaq. T nəyə bərabərdir? Desən indi haqqında düstur. Həqiqətən orada şey haqqında düstur deməmişik deyəndə düsturun içində T varsa, düsturun T varsa. Yəni oradan götürmək olar da. Yəni gəl məsələn baxaq. Harda T görsən? Burada. Burada T nəyə bərabər olar? T-ni götürsə orada olur kök altında 2H bölünsün G. Sadəcə bu düsturu götürdüm. Başqa heç bir düstur eləmirəm. Bu düsturu T-ni götürdüm. Və da burada da düstur T-ni görürəm. Burada T nəyə bərabər olur onda? Kök altında da yox burada. V0, V bölünsün G. Yəni düşmə müddəti haqqında da hardakən düsturdur. Yəni bir də burada belə bir şey var ki, qrafiklər var. Bundan asılılıq qrafiki falan filan. Qrafikləri deyək, yəni qrafiklər düzdür. Yəni görünür buradan. Mən həmişə qrafikləri demirəm. Düsturdan görünürsə o nəyə lazım? Yəni sabit olub bir şey varsa onu deyirəm. Məsələn, H məsələn şeydən asılı olar, T-dən asılı olar. Kök altında belə asılı olar. Bəs V T-dən asılı olar. Dönüm asılı olar. Bəs VH-dan asılı olar. Kök altında düz. Qrafik olar. Ondan sonra bəs indi TH-dan deməyək, təbii şey dedik. İndi başqa yəni belə, yəni qrafiklərdə belə. Sən qeyd elə bunları hamısını. Yazdım. Keçək. Yəni gördüyün kimi sadəcə nə etdik? Oncu düsturlar yazdık. İndi yenə atırıq cismi yerə, amma bu dəfə müəyyən bir versiyamız sıfırda demir. Yəni həqiqətən də əməlli başlı başlanğıc bir sürətimiz var. O sürətdən vurduq yerə. Yəni cismi götürdüm belə. Vurdun yerə. Həqiqətən amma onu göydən yersən ki, yəni bir artist yazsın da, həyəcan olsun, göydən məndə. Yəni yerdən atsan o dəqiqə düşür yerə. Onu göydən atsan düşür yerə. Orada nə baxır? Birinci koordinata gəl baxar. Çaşdırmazdım belə. Koordinat. Burada V0 var. V0'ın istiqamətini tapırlar. Aşağıda vururlar təbii ki. Onun üçün belə problemlərində bir şey çəkin vektor. Olsun V0'ın vektoru. Yəni aşağı yapdım da, onu göstərmək üçün yazdım ki, oradan aşağı atdım. Koordinat indi gəl belə bir şey yazaq ki, x axı olsun bu. Burada bir dənə maşın olsun. Maşın bu istiqamətə A tərcili ilə V0-da bu istiqamət olmaqla hərəkət edir. X nəyə bərabər olar? X0 çıxılsın. Çıxılsın. Niyə çıxılsın? Sürət mənfidir axı. V0T çıxılsın. AT kvadratı bölünsün ki. Ha, indi burada nə edirik? X-in yerinə Y yazırıq. Y bərabərdir. X0-ın yerinə Y0 çıxılsın. V0T ondan sonra çıxılsın nə? GT kvadrat bölünsün ki. Ondan sonra yer değişimi və ya hündürlük də deyirlər bunun əslində. Yer değişmə.
Yer dəyişməsi nəyə bərabər olar? Burada ilk bərabərdir. İlk bərabərdir. Mənfini yazmırıq. Niyə? Çünki proyeksiya mənasına baxanda mənfi yazılmayacaq. Sadəcə nə olur? V0 T üstə şey yox, H yapmalıyıq. H bərabərdir V0 T üstə gəl GT kvadrat bölünsün ki belə. Və ya bir dənə də var idi. Yazmışdıq ki S bərabərdir yaxşı düstur. V kvadrat çıxılsın V0 kvadrat bölünsün nə? 2A. Bu düsturu gətirib bir də burada yazırıq ki V kvadrat çıxılsın V0 kvadrat bölünsün 2C. Belə. Belə düstur. İndi yer dəyişmə bitdiyinə görə indi nə yazırıq? Sürət. Sürət haqqında da iki dənə düstur demişdik. Yazaq düsturumuzu V bərabərdir V0 üstə gəl AT demişdik. Bir də var idi V0-dən V bərabərdir kök altında V0 kvadratı üstə gəl 2 AT qarşılığında. Kök altında 2 AT yox. Kök altında 2 AC. Şimdi bu düsturda sadəcə nə edəcəyik? G-ni falan qoyuruq. Özün qalsın. H şeydir. V nəyə bərabər olur? V0 üstə gəl GT. Aha. Yox, V0 qalır. V0 qalır, üstə gəl 2 nə? GH. GH, 2GH. Yəni düstur bu. Başqa yəni bir də düşmə müddətini heç burada baxılmır. Çünki bir ekrana qaçıq düsturlar yaranmasın. Nereye yazmır düşmə müddətdə. Heç bu. Yəni gəlin indi qrafiklərə baxaq. Aslında qrafiklərə baxaq. Bunlar ən asan hissəsidir zaten. V-nin T-dən asılı qrafiklər var. Amma belədir. Burada V0 başlanğıc sürəti var axı. Başlanğıc sürəti var axı. Və H-ın T-dən asılılığıdır var. Düzdür, amma bir dənə başlanğıc qiyməti var da, buradan belə düzdür. Belə deyil, bu Y-in şeydən asılıdır bu. Y-in şeydən belə dəyişdir. Başqa nə var? Başqa yəni heç nə, yəni əsasən bunlar. Əslində burada qrafik çəkmirlər, amma sadəcə bu qrafik faciəlidir. İndi biraz fərqli eləyirik. Bu arada biz şeye geldik. İkinci falan hamısı dedi ama ders adını değiştirmemişik. Yani dersin dersin adını yazmak yani hali bir şeydir. Ve sıfır süretiyle Şaguli aşağı atsan desin. Aşağı atılan isimler çekin. İsmin hareketi. Bunu da sildim. Bu ne yazın ne de sildim. Daha belə bir zaman yazırım necə sonuncu Şaguli yuxarı atılan cismin neyi? Hərəkəti. Şimdi burada nə edirik? Bir dənə top olur. Təbii ki aşağı doğru buna bir G təsiri var. Və atırıq yuxarı gedir. İndi atmaq üçün də təbii ki V0-ımız olmalıdır birinci.
Ki V sıfırdan nasıl yukarı gedir çatır bir yere bu tezin qayıdıb düşür yerə. Yerə bir hərəkət olur. Birinci diqqətini çatdırım ki, burada iki növ hərəkət var. İki növ hərəkət var. Biri yuxarı gedənə qədər, biri aşağı gedənə qədər. İndi bir sual verirəm. Yuxarı gedənə qədər bu hərəkət nə hərəkət var? Bərabər yavaşlamaq. Və yuxarı gedəndən sonra da artıq çatandan sonra sərbəst düşmə hərəkət olur. Yəni o atıram yuxarı, gedir müəyyən nöqtəyə. Ondan sonra sərbəst düşmə olur da. Yəni onu ada öyrənmişdik. İndi zədək. Ada öyrənmişik. Yəni yavaşlayana qədər bilsək, digərini zaten bildik. Orada öyrəndik əvvəldən. Və burada nə bilməliyik? Birinci yavaşlayan. Yavaşlandığından görsəniz ki, təcillə sürətin istiqaməti fərqlidir. Onun yavaşlanmağını göstərirlər. Bir dənə də diqqətini çatdırım ki, burada y0 nəyə bərabərdir? 0 bərabərdir. Yəni y0 bərabərdir 0. İndi ona görə koordinatın üstünü yazma cəhdələsəm. Yazaram V0T. Niyə mənfi yaxlarım mənfi V0 yazırdım? Amma indi müsbət çünki V0 müsbətdir. V0 müsbətdir. Çıxılsın G T kvadrat bölünsün ki, direkt ikinci çıxılsın yazın. Çünki G mənfidir. İndi burada əsasən maksimum qalxma hündürlüyünə baxırlar. Yəni ondan əvvəl də birinci hündürlüyə baxdı. Yəni hər hansı bir nöqtədə hündürlük nə olar? Bərabərdir. Yazırıq V0 T bunu ensin. Çıxılsın GT kvadratı bölünsün ki. Burada niyə y0 yazmadım? Y0 0 idi onun üçün. Ondan sonra bərabərdir. V0 kvadratı az əvvəl yazılmışdı. Zaten bir də yazmıram. Çıxılsın V kvadratı bölünsün 2G. Niyə az əvvəl həmişə V kvadrat çıxılsın V0 yazırdım? Amma V0 kvadrat yazırdım. O anda V0 kvadrat çıxılsın V kvadrat yazdım. Çünki yavaşlayan hərəkətdə onların yerini dəyişdirirdik. Yəni bunu yazaq ki, bilinən bir şey olsun. Burada S bərabərdir. V0 kvadrat çıxılsın V kvadrat bölünsün 2G. 2G yox, 2A. Bunu nə zaman olurdu? Yavaşlayan hərəkətlər üçün də olurdu. Yəni yeniləşən hərəkət üçün sıfırla bunun yeri fərqlidir. Yavaşlayan hərəkətdə bunların yerini dəyişirik. Bura sıfır olur. Buradan da o düsturdan da götürüb bunu yazırıq. Bu nə idi? Koordinat idi bu. Koordinat. Bu yer dəyişmə və ya hündürlük. Ondan sonra bir də var sürət. Sürət nə olar? V bərabər idi nə idi? V0 üstə gəl AT idi. Amma burada çıxılsın AT olur. Yəni üstə gəl AT idi. Bizdə nə olur? V bərabərdir. V0 V0 müsbət deyə müsbət V0 yazdım. Çıxılsın. Niyə çıxılsın? G mənfidir. Onda çıxılsın GT olur. Bəli. Bir də var kök altında V0 kvadratı çıxılsın. Yaxlarını üstə gəl yazırıq həmişə. Çıxılsın 2GH. İndi bir dənə də burada əlavə şeylər var ki, onları da deyək ki, önəmlidir. İndi burada gedir, maksimum qalxma hündürlüyü var. Yəni maksimum ora qalxır, oradan düşürük aşağı. Maksimum qalxma hündürlüyüdə nə olar? Sürətimiz 0 olar. Həm də yer üçün V bərabərdir 0 olar. Sürətim sıfırdırsa, indi onu başqa sorunu falan da görmək olur. Yəni ən başından buradan baxırıq. Sürətim sıfırdırsa, Hmax nəyə bərabər olur? V0 kvadrat bölünsün 2G bərabər olur və bir dənə də şey bərabərlik yaranır ki, burada. Yəni buradan da əgər sürət 0 olursa, GT kvadrat bölünsün 2 alır. GT max. Yəni max deyəndə yəni nədir? Qalxdığın məsafədir. Bərabər olanda nə olur? H V0 olanda. H bərabərdir. Nə olur? V0 kvadratı bölünsün 2G. Bura H max deyirlər. Bunun altına max yaz. Maksimum qalxma hündürlüyü budur. İndi maksimum qalxma hündürlüyü var. Maksimum qalxma hündürlüyünə bərabərlər. Bunu belə şey yazaq. GT kvadrat bölünsün.
Maksimum qalxma hündürlüyü bu zamandır sadəcə. Buradakı zaman nəyə bərabər olur? T bərabər olur. Bundakı şey yaz. Hmax. Bu da şeydir. Qalxma müddəti deyirlər buna. Qalxma müddəti. Bu da maksimum qalxma hündürlüyü. Maksimum qalxma hündürlüyü. Qalxma müddəti nə olar? T burada nə olar? T bərabərdir. Kök altında 2 h bölünsün 2. Bir də sürət demişdik 0 olur onda. Sürət burada 0 olduğunda olur. T nəyə bərabər olur? V0 bölünsün G olur. Bunu da yazaq. V0 buna max yazılır. V0 bölünsün nə? G. Anladın mı? Şimdi burada sürətin zamanlasız qrafikində olur. İnternasyonal. Düz asılı, təbii ki düz asılıdır, amma düz tərs asılı deyil. Belə gəlir düşür yerə. Düşür, bura maksimum qalxdı da, burada sürət 0 oldu dediyiniz kimi. Zaten burada demişdim sürət 0 olmalı ki, bağlı olsun. Orada nə eləyir? Var gələcək. Ha, yəni bu qədər. Sınır bu qədər. Başqa bir şey yoxdur. Anlamadığım bir sınıf falan qaldı. Qeyd eləmişəm hamısını. Ha, şimdi dərsimiz bu qədər.